mənim komandamın oyuncusu seçilməsi və digər tərəfdən də öz komandamdan Azərbaycanlının seçilməsi, buna ancaq mən sevmək gələn və böyük dəyər verirəm. İkinci, Elvin, belə deyək, heç də rahat futbolcu deyil. Çünki dəfələrlə olub ki, öz idman formasından çox aşağı səviyyədə olub və sonra biraz qalxır, düşür, yenə qalxır, biraz stabillik çıxışı verirlər. Amma son oyunlar hardasa bəlkə özü də biraz ciddiləşir, bəlkə mən daha da onu ciddi rəftar edirəm. Amma belə deyil də, ona belə almaq olmaz. Biraz hamımız ehtiyatlı olmalıyıq və istənilən an öz bacarığından, qabiliyyətindən aşağı çıxış edirlər. Burada ki, sadəcə biraz bəlkə ona bir neçə lazımdır ki, bu məsuliyyət dərk eləsin, bəlkə daha ciddi olmağı, daha böyük olmağı, yəni özünün meydandan böyük barmağı daha da məsuliyyətli olmaq üçün bəlkə bir neçə il vaxt lazımdır, amma əgər biz bir neçə il gözləyəsi olsaq, bizim işimizdə yaxşı olmaz.